bərk əsəbdən sonra özümə gələ bilmirəm, dərmansız dəli olacağam sanki. Baxmaq lazımdır həyatınızda nələr baş verir. Nələr var? Siz sıxan nələr var? Yolunda getməyən mütləq ki, nələrsə var da. İnsan var, tutalım ki, ona necəsə istifadə olunur. Daim, hə? İşli güclü insandır. O da işini bunun üstünə atır. O da, bu da. Bildiniz necə? Yəni bu insan da eləməyinə eləyir. Bəlkə də enerjisi də çoxdur. Amma görür ki, burada axı haqsızlıq var. İndi nə olar deyəcək? Hə, nə olar mənim enerjim çoxdur? Nə olar mən bir çox şey eləyə bilərəm? Amma bu tutalım axı mənim işim deyil. Tutalım niyə mən ərimin işini mən niyə görməliyəm? Düzdür? Məsəl üçün qaynanam əli ayağı tutalım tutur da, sağlam bir insandır. Niyə mən gedib onun hər həftə evlərini yığışdırmalıyam ki? Bunu məcbur ellər, buna günahlandırırlar. A, burada nə var ki, ged elə. Bildiniz necə? Yəni insan nələrsə burada artıqdır da. Məyusluq var da, məyusluq olduğu yerdə insan əsəbi olur. Əsəbilikdə hər zaman frustrasiya var. Frustrasiya nədir? Məyusluq. Gözləntivə uyğun getmir nələrsə. Sən nəsə gözləyirsən insandan, insan belə davransın. O fərqli davranır. Və səndə də əsəb, qıcıq olur. Daim əsəbi olan insan necə insandır? Daim başqasından gözləntisi var ki, bu cür davransın, uşaq bu cür davransın, ərim bu cür davransın, nə bilim, müdürüm. Amma ki, bir çox insan onun gözləntisinə fərqli davranır, düzdürmü? Ola bilər doğrudan çox, bəlkə də sən haqsızsan o gözləntidə, bəlkə onlar hələ normal davranırlar, bəlkə sənin gözləntin aşırıdır, bəlkə də gözləntin normaldır. Bəlkə onlar anormal bir reaksiyalar verirlər. Bəlkə orada sən aqressiya görürsən, haqsızlıq görürsən. Yəni əsəbilik daim əsəbilik boşuna deyil. Amma orada indi burada biraz indi vitaminlardır, qan dəyərləridir, hormonlar, zatlar. Bunlara da baxmaq lazımdır da. Düzdürmü? Orada artıq həkimlərin nəzarəti, həkimlərin müayinəsi, analizlər falan. Yəni ola bilər bəlkə fizioloji bir problemdir. Bəlkə heç sizin həyatınızda hər şey normaldır. Burada tutalım da, yəni ki, daxili bir proseslər də orqanizmdə gedən ona görə.